Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütün riyaziyyat severlər. Bugün sizlə riyaziyyat severlər rubrikasında yenidən görüşürük. Sizlər üçün müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1x-in hansı qiymətində A bərabərdir 4 üstü 23, 4 üstü 9, üstəgəl 4 üstü 99, üstəgəl 4 üstü x ifadəsi tam kvadratdır. Burada A kvadrat üstəgəl 2 vuraq A vuraq B üstəgəl B kvadrat bərabərdir A üstəgəl B kvadrat müxtəsər vurma düsturundan istifadə edək. Olacaq A bərabərdir 4-ün üstü 23 üstəgəl 4-ün üstü 999 üstəgəl 4-ün üstü x bərabərdir. 4-ün üstü 23'ü yazıram. 4'ü 2'nin kvadratı yazanda olur 2'nin üstü 23'ün kvadratı. Üstəgəl bu olacaq 2'nin üstündə 999'u 2'ye vuranda 1998. Üstəgəl 2 üstü x'in kvadratı yazırıq. 4'ün yerinə 2'nin kvadratını yazdıq bu şəkildə. Bu bərabərdir. İndi bura tətbiq edirəm ki, AB hissəsini düzəldirik. 2'nin üstü 23'ün kvadratı. Üstəgəl düsturdakı 2, 2'nin üstü 23, 24 eləyir. Çıxanda 24'ün olacaq 2'nin üstü 1974. Üstəgəl 2 üstü x'in kvadratı. Fikir verin. Bu A üstəgəl B'nin kvadratını verməsi üçün burada 2'nin üstü x, 2'nin üstü x, ikinci ədəd bu ədəddir. Deməli, 2'nin üstündə 1974 bərabərdir 2 üstü x olmalıdır. X bərabərdir 1974. Belə olduqda onda A bərabər olur 2'nin üstü 23 üstəgəl 2'nin üstü 1974'ün kvadratı. Beləliklə x'in 1974 qiymətində verilən ifadə tam kvadrat şəklində